Alimlərə bol Allah həmd olsun, onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi ve selleme, onun sahabələrinə və qiyamət gününə qədər onun arzu gözəl şəhid edənlərə Allahın salamı olsun. Hər bizi Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu. Və Allah subhanahu ta'ala bir daha yenə də həmd edirik ki, Allah subhanahu ta'ala həmd olsun ki, Allah subhanahu ta'ala bizi bir yerə cəm elədi. Yenə Allah subhanahu ta'alanın bu mübarək ayda zikr eləməyi, onu xatırlamağı Allah subhanahu ta'ala bizləri müvəffəq elədi. Çünki Allah subhanahu ta'alanı xatırlamaq böyük xeyir əməllərdir. Çünki biz Allah subhanahu ta'alanı insanlar içində xatırladıqca Allah subhanahu ta'ala bizi, yəni biz yer əhlinin yanında Allah xatırlayanda, Allah subhanahu ta'ala bizi göy əhlinin yanında xatırlayır. Allah subhanahu buyurur ki, siz məni xatırlayın, mən də sizə xatırlayım. Yəni biz Allah subhanahu xatırladıqca Allah subhanahu bizi xatırlayır. Və dəyərli qardaşlarım, əlhəmdə Ramazan ayı artıq bitməyə yaxınlaşır. Vaxt var idi ki, Ramazan ayını qarşılayırdıq. Onun gəlişinə hazırlaşırdıq. Tədarik görürdük ki, artıq Ramazan ayı gəlir. Bir neçə gün qalıb, bir neçə saat qalıb. Amma bugün artıq nədir? Dünən qarşıladığımız Ramazanı bugün artıq yola sallıq. Bugün artıq həmin Ramazanı yola sallıq. Və ağıllı insan odur ki, qardaşlar, həmin bu ayın xeyirlərindən istifadə edir. Bərəkətindən istifadə edir. O insan ağıllı insandır ki, həqiqətən də bu ayın xeyirlərindən, bərəkətlərindən istifadə edir. Və Şeyx İbn Rəcəb, Allah ona rəhmət etsin, böyük alimlərdəndir. O buyurur ki, deyir, Ramazanda bağışlanma deyir, səbəbləri çoxdur. Ramazan ayında bağışlanma səbəbləri deyir, çox olduğu halda bu ayda deyir, bağışlanmayan insan həqiqətən də məhrumdur. Çünki Allah üçün bu qədər bağışlanmaq üçün sənin üçün bu qədər qapılar açıb. Cənnətin qapılarını açıb, xeyir qapılarını açıb, cəhənnəm qapılarını bağlayıb, şeytanlar zəncirə vurulub. Allah Subhanahu sənin üçün misal üçün Qədr gecəsi qoyub, hər gecə cəhənnəm odunu azad eləyə qulları var. Hər gün iftar vaxtı duaların qəbul olan vaxtıdır. Orucun ümumiyyətlə duası qəbul olur falan. Gör nə qədər, yəni Allah Subhanahu bu ayda nə qədər bərəkətləri özündə cəm eləyib, fəzilətləri, üstünləri özündə cəm eləyib və bunların hamısı kimə aiddir qardaş? Hamısı bizim üçündür. Allah Subhanahu bunların hamısını bizim üçün yaradıb. Bizim ona ehtiyacımız var. Hər birinə bizim ehtiyacımız var. Və ona görə deyir ki, Şeyx buyurur ki, həqiqətən də deyir, bu ayda deyir, bağışlanmayan insan, həqiqətən də o məhrumdur. Yəni bu ayda bağışlanmayan insan başqa deyir, heç bir ayda bağışlanmayacaq. Ona görə deyir, bu ayın xeyirlərinə istifadə eləmək lazımdır, bərəkətlərinə istifadə eləmək lazımdır. Bu həmişə dediyimiz kimi bir fürsətdir. Bundan istifadə eləmək lazımdır. Ona görə biz də Allah Subhanahu istəyir ki, Allah Subhanahu bu ayın xeyirlərini bizə nəsib eləsin, şərrindən qorusun. Və dəyərli qardaşlar, gəlin baxaq görə biz deyirik ki, Ramazan ayı bizə xeyirlər verir. Necə ki, daim şeyximizin, Allah onu qorusun, Şeyx Qamətin belə bir söz var, Ramazan bir məktəbdir. Həqiqətən Ramazan bir məktəbdir. Gəlin baxaq görə bu məktəb bizə nəyi verir, nəyi öyrədir, bizə hansı xeyirləri sunur, təklif edir, biz ondan necə faydalanırıq, necə bəhrələnirik. Məsələn, Ramazan ayının bizə verdiyi xeyirlərdən, bərəkətlərdən, öyrətdiyi şeylərdən bir də qardaşlar səbirdir. Ki, hansı ki, biz səhərdən axşama qədər yeməkdən, içməkdən, şəhvətlərdən, Allahın hətta bizə halal buyurduğu şeylərdən çəkinirik. Çünki nəyə görə? Allah üçün biz onları tərk edirik. Və Allah üçün biz onları tərk edirik, hansı ki, nəfsimiz o şeyləri istəyir. Həm itaətdə, həm də asilikdə olan şeylərdə səbr edirik. Ramazan bizə səbr öyrədir. Tək yemək içmək deyil, həmçində ibadətlərdə səbr öyrədir. Məsələn, deyirik ki, gəlirsən, hər gün sən təravih qılırsan, ola bilər ki, məsələn, ağır ki, sən hər gün səhura durmalısan, sən ac qalırsan, sən cəmaət namazı, gecə namazları, Quran oxumalısan, hər gün xətm eləməyə çalışmalısan. Aydındır, görürsən ki, ibadətlərdə, həm ibadətlərdə səbr öyrədirsən. Çünki qeyri vaxtlarda ola bilsin, insan eləmir bunları. Məsələn, insan var Ramazandan Ramazana Quran oxuyur. İnsan var, görürsən ki, Ramazandan Ramazana gecə namazı qılır. Qılmır da, eləmir, bunları eləmir. Və həmçinin də asiliklərdə səbir öyrədir. Məsələn, həmişə deyirik, qardaşlar var ki, görürsən ki, pis vərdişləri var. İnsan var ki, pis vərdişi var. Məsələn, sigaret çəkir. Görürsən ki, Ramazan boyu tərk eləyir, səbr eləyir. Çəkmir, asiliklərdə də belə səbr eləyir. Həm ibadətdə səbr eləyir, həm də itaətdə səbr elədiyi kimi asiliklərdə də səbr eləyir. Yəni, Allaha qarşı gəlinəcək olan əməllərdə səbr eləyir, onları tərk eləyir. Və baxırsan ki, Ramazanın sonunda artıq nə eləyir? Bütün həmin o pis vərdişlər ki var, onları tərk edir. Biz ki, Allah Subhanahu Quran-ı Kərim nə buyurur? Ya eyyuhəl-ləzīnə əmənu istəinu bis-sabr və-s-salə. Deyir, ey iman gətirənlər, səbir və namazla Allaha sığının. Burada alimlər deyirlər ki, səbir namazdır.
Səbir, həmin ayədə keçən səbir orucdur. Həmin ayədə keçən səbir orucda hansı ki Allah Subhanahu taala bizdən səbirli olmamız. Çünki insan oruç tutanda insanda səbir əmələ gəlir. İnsan səbirli olmağı öyrənir. Dediyimiz günahların itaətlərini qarşısında. Həmçində Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki: "Savmu nisfus sabr." Oruc səbrin yarısıdır. Es-savmu nisfus sabr. Oruc səbrin yarısıdır. Həqiqətən də bir insan oruç tutanda elə bir ki, bütün bir səbrinin yarısını cilovlamış olur. Yerdə yarı hissəsi qalır ki, onu da üzərinə düşən nədir? Özünün tamamlamaqdır. Və həmçinin də Ramazanın bizə öyrətdiyi qardaşlar doğruluqdur, sadiqlikdir, ixlasdır ki, hansı ki Ramazan bizə onu öyrədir. İnsan çünki dediyi ki, başqa əməllər var ki, onu sən gizlində eləməyə bilərsən. Məsələn, namazdır, aşkarda qılırsan, amma gizlində qılmaya bilərsən. Qurandır, sədəqədir, gecə namazları falan, bunları insanlardan, yəni gizlində olmayanda eləməyə bilərsən. Amma oruc elə bir ibadət ki, sən onu gizlində əksinə eləyirsən. Əksinə oruc elə bir ibadət ki, sən onu gizlində eləyirsən və bunu da gizləndə eləmək üçün, bunu eləyə bilmək üçün nə lazımdır? İnsana Allah qorxusu lazımdır. Necə ki, Allah Subhanahu Quran-Kərimdə nə buyurur? Bəqərə surəsində: "Ya eyyuhellezine amenu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum la'allakum tattaqun." Görürsünüz nə deyir? Oruç tutmaq sizdən əvvəlki vacib edildi kimi, ey iman gətirənlər, hamımız iman gətirmişik. Bu bizə aiddir. Oruç tutmaq sizdən əvvəlkilərə vacib edilsə də vacib edildi ki, bəlkə Allahdan qorxasınız. Deməli nədir? Oruc insana təqvalı eləyir, təqvanı öyrədir. Oruc insana təqvalı olmağı öyrədir. Necə ki, başqa bir ayda gəlir ki: "Ya eyyuhellezine amenuttaqullah və kunu ma'as-sadiqin." Ey iman gətirənlər, Allahdan qorxun və doğrularla olun, doğru danışanlarla olun. Və həmçinin Ramazan bizə nəyi öyrədir? Doğru danışmağı, doğru olmağı öyrədir. Sadiqliyi öyrədir, Allahdan qorxmağı öyrədir. İnsan, yalan danışmaq günahdır. Düzdür? İnsan nə zaman günahdan çəkinir? Allahdan qorxur deyənə. Və sən insan fikirləşir, mən orucam, mən bu əməli eləsəm, Allah məni görür. Orucum pozular və yaxud da orucum naqis olar. Niyə eləyim? Bir halda ki, səhərin axşama qədər ac qalıram, susuz qalıramsa, Allahın mənə halal buyurduğu şeylər ki var, mən onları Allah üçün tərk eləyirəmsə, görsən Allah üçün tərk eləmək, kiməsə görə yox. Yiyən gedər gizlində yeyə bilər. Amma görsən Allah üçün tərk eləyirəmsə, niyə mən o başqa bir əməllərlə, naqisliklərlə, nöqsanlarla öz orucumu zəiflədim, naqisləşdirim? Və həmçində Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, kim yalan danışmağı və yalan əməlidir tərk eləməsə, Allahın onun orucuna ehtiyacı yoxdur, ac qalmasına ehtiyacı yoxdur. Və bil ki, sənin orucunun, Allah Subhanahu sənin orucuna ehtiyacı yoxdur. Bunlar hamısı sənin özü üçündür. Bunlar hamısı sənin özünə görədir. Və biz dedik ki, oruc nədir? Oruc bədənlə olan ibadət deyil, qəlblə olan ibadətdir ki, hansı ki, insan onu Allah üçün eləyir, sevdiyi üçün eləyir. Görürsən ki, insan sevdiyi üçün əziyyət də çəkir, sevdiyi üçün xeyirlərə də gedir, sevdiyi üçün hər hansısa bir çətinliyə də gedir. Və burada da insan Allahı sevdiyi üçün Allahın əmrlərini yerinə yetirir. Amma sonuc olaraq nədir? Bunun faydası insanın özünədir. Çünki qiyamət günü onun mükafatı sənə veriləndə sən sevinəcəksən ki, yaxşı ki, mən bu orucu tutdum, Allah sonunda bu mükafatı mənə verir. Necə deyir, orucunun iki sevinci var, ondan bir də nədir? Orucu tutduğu oruca görə onun mükafatı veriləndə. Və həmçinin dəyərli qardaşlarım, oruc bizə nəyi öyrədir? Səxavətli olmağı, paylaşmağı, insanlarla bölüşməyi, əlimizdə olanı insanlarla bölməyi. Çünki deyir, Ramazan ayı yaxşılıq eləmək, cömərtlik ayıdır, xeyir, bərəkət ayıdır. Necə ki, Allah Subhanahu Quran-Kərimdə nə buyurur? Deyir: "Və mə tuqaddimu li enfusikum min xeyrin teciduhu indallah." Deyir, siz özünüz üçün etdiyiniz hər bir xeyri Allah yanında tapacaqsınız. Etdiyiniz hər bir xeyri Allah yanında tapacaqsınız. Yəni, sənin bu elədiyin mükafatsız qalmayacaq. Və bil ki, sən bu ac qalmağa görə, susuz qalmağa görə, yeməyindən, içməyindən, şəhvətlərindən, nəfsinin arzuladığı şeylərdən əl çəkdiyə görə, buna görə sənə mükafat veriləcək. Allahı sevmək, Allah'a itaat eləmək nədir, qardaşlar? Allah'a itaat eləmək odur ki, Allahın sevdiyi bir şey eləməlisən. Hətta o sənin nəfsünə ağır gəlsə belə. Sən onu sevməsin belə. Allah onu sevirsə, sən onu eləyirsən. Məsələn, insan səhər tezdən durmaq istəmir. Amma Allah sonra əmr edir ki, duracaqsan. İnsan ac qalmaq istəmir, susuz qalmaq istəmir. Amma Allah Subhanahu deyir ki, eləyəcəksən. Allahı sevdiyinə görə sənə ağır gəlsə də eləyəcəksən. Və yaxud da onun əksi. Allahın sevmədiyi bir şey olsa belə, sən sevsin belə, onu tərk eləyəcəksən. Necə dediyimiz üçün pis vərdişlər,
yalan danışma, oğurluq, zina, sigaret çəkmək falan filan görürsən ki, insana xoş gəlir. Nəfsinə ola bilər xoş gəlir. Amma Allah sevmədiyi üçün sən nədir? Onu tərk eləyəcəksən. Sən onu tərk eləyəcəksən. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Ramazan ayında səxavətli olardı. Ramazan ayında qeyri vaxtlarda səxavətli idi. Ramazan ayında daha çox səxavətli olardı, cömərd olardı. Yəni imin Ramazanı gözləməzdir. Bəzən insanlar var ki, görürsən ki, Ramazan ayı Quran ayıdır deyəndə Quranı yalnız Ramazanda oxuyur. Yox. Sən Ramazandan qeyri vaxtda da oxumalısan. Ramazan da artırmalısan. Bu nəyə bənzir qardaşlar? Necə ki, hədisdə gəlir ki, cümə günü Allah Resulü sallallahu aleyhi ve sellem salavatı çoxaldın. Demir ha, cümə günü salavat eləyin. Deyir ki, salavatı çoxaldın. Bu deməkdir ki, sən qeyri vaxtlarda da salavat eləməlisən. Sadəcə olaraq Ramazanda cümədə çoxaltmalısan. Cümədə salavatı çoxaltmalısın. Bəzən biz baxırıq sələflərin, sahabələrin həyatına görürük ki, onlar filan zikri eləyirdilər. Həyatlarında belə dəyişikliklər olurdu, möcüzələr olurdu. Allah onların həyatına bərəkət verirdi, sıxıntılar aradan qalxırdı falan. Bizdə niyə olmur ki? Çünki sən salavatı ancaq cümədən cüməyə eləyirsən. Çünki sən Quranı Ramazandan Ramazana oxuyursan. Çünki sən sədəqəni, gecə namazını Ramazandan Ramazana qılırsan. Sədəqəni Ramazandan Ramazana verirsən. Alimlərdən birinə sual verirlər ki, mən nə edim ki, deyir, gecə namazlarından dura bilmirəm də. Mən nə edim ki, deyir, gecə namazına durum. Gecə namazına durmaqda mən əziyyət çəkirəm, dura bilmirəm, tənbəllik eləyirəm, bacarmıram. Deyir, sən deyir, gündüzləri deyir, səni yaradana qarşı gəlmə ki, gecələri səni yaradan səni öz qarşısına gətirsin. Görsən, yəni günahlar nədir? İnsanları xeyirdən məhrum eləyir. Yəni onların həyatında niyə görə bərəkət olurdu? Görürsən ki, məsələn, danışır, baxırıq elm tələbələrimizə, şeyxlərimizə baxırıq, görürsən, danışır salavatın fəzilətindən, deyir, kim salavatı çoxaldarsa, Allah Subhanahu ona xeyir qapılarını açar, şər qapılarını bağlayar, dərəcəsini qaldırar, sıxıntılarını aradan qaldırar, çətinliklərini asanlaşdırar. Amma bizdə misal üçün olmur. Niyə olmur? Çünki problem bizdədir. Problem o salavatda, problem o zikirdə deyil. Problem bizdədir ki, biz onu layiqincə eləmirik, daimi eləmirik. Və Ramazan həmçinin bizə nəyi öyrədir? Cömərd olmağı, səxavətli olmağı və lakin Ramazandan sonra da bu cömərdliyə, bu mərdliyə davam eləmək lazımdır. Və həmçinin qardaşlar deyir ki, Ramazan bizə iffəti və nəfsi deyir, qorumağı öyrədir. Oruc deyir, insanı günahlardan qoruyan qalxandır. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, "Əs-siyamu cunnətun." Oruc qalxandır. Həqiqətən də oruc günahlarla insan arasında, qardaşlar, bir qalxandır. Həqiqətən Allah Subhanahu qardaşlar bizə əmr elədiyi ibadət olan şeylər ki var, onlar hamısı bizim üçün günahlarla bizim aramızda bir qalxandır. Məsələn, deyək ki, bir insandır, üzündə tükü yoxdur. Balağı da uzun, düzdür. Zahirən sən ona baxsın, demərsən ki, bu ibadət əhlidir. Görürsən ki, istər-istəməz bir qadın görəndə baxacaq. Çünki onu o qadına baxmaqdan yayındıracaq bir qalxan yoxdur, bir pərdə yoxdur, bir örtü yoxdur. Amma üzündə bir saqqalı olan adam, balağı qısa olan adam, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurduğu sünnə zahirində olan biri nəfsi çəksə belə utanacaq. Deyir ki, subhanallah, mən ayıbdır, mən bu saqqalla mən elədiyim mənə yaraşırmı? Görürsən ki, o saqqal, o balaq neynəyəcək? Onu həmin günahdan çəkindirir. Həmçinin bax, oruc da belədir. Bir insan günah etmək istəyəndə orucu xatırlayır, oruc olduğunu xatırlayır və neynəyir? Oruc onu həmin günahlardan çəkindirir. Görürsən ki, insan gözün harama baxmaqdan qoruyur, insan dilin qeybətdən qoruyur, yalandan qoruyur, filan şeylərdən qoruyur, pis əməllərdən qoruyur və ayın sonunda görürsən ki, insan ya bir günahı yerli dibli tərk eləyib tamamən, ya da görürsən ki, müəyyən qədər də olsa azaldıb. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, ey cavanlar toplumu, sizdən evlənə bilən evlənsin. Kim bacarır? Evlənsin. Amma evlənməyə gücü çatmayanda neynəsin? Oruç tutsun. Çünki oruc elə bir şey, oruc şəhvəti öldürür. İnsanın o cür şeylər, boş-boş şeylər düşünməkdən yayındırır. Və həmçinin də, qardaşlar, Ramazan bizə öyrədir həlimlik və qəzəbi udmaq. Oruç tutan insan əsəbi olmamalıdır, qardaşlar. Səbirli olmalı. Bizə deyək ki, səbiri öyrədir. Və necə ki, gəlir ki, sizdən biri deyir, oruç tutduğu zaman pis söz danışmasın. Sizdən biri oruç tutduğu zaman pis söz danışmasın. Əgər deyir, kimsə onu təhqir edərsə, mən oruculuyam desin. Mən oruculuyam desin. Belə baxanda, qardaşlar, deyir ki, buradan məsələn, nə hikmət ola bilər ki, biri məni söyür,
Təhqir eləyir. Mən ona deyirəm ki, mən orucam. Məsələn, ola bilər ki, insan da deyir ki, oruç olsa mənə nə? Deyir ki, sən oruç tutmuşsan, ondan mənə nə? Amma burada hikmət birisi nədir, qardaş? Orada iki dənə şey var ki, birincisi, mən orucam deyəndə sən özün tərbiyə edirsən ki, yəni mən orucam, mən də sənin halva düşmək istəmirəm. Yəni özü tərbiyə edəndə sən də onu təhqir eləmə. Yəni təhqir eləyəni sən də durub onu dediyi kimi təhqir eləməyəcəksən, həddi aşmayacaqsan, əlvə, dilvə, qolva hakim olacaqsan. Birincisi özvə və ikincisi qarşındakını mən orucam deyəndə istəsin də istəməzsin, o sənə qarşı yumşalır. İstərsəməz utanır. Sənə nəsə eləməkdən utanır, çəkinir, yumşalır. Hətta bu yaxınlarda belə bir şahid olmuşdum. Bu mövzumuza uyğun olduğuna görə. Bir dəfə asan xidmətdə idik. Deməli, hamı dayanıb belə, hər kəs növbədə gedirik. Elə oldu ki, bir nəfər gəldi, qıraqdan müdaxilə elədi, girir cərgəyə, nəsə sənət verir filan. Başladı hər kəs bunu çəmkirməyə. Növbü gözlə, hara girirsən filan. Qayıtı bircə kəlmə dedi ki, sakitdə dedi, mən qaziyəm. İstərsəməz hamı sustu. Hətta içərilərində üzr istəyən də oldu ki, bağışla qardaş, bilmədik. Görsən, bu dünyada elədiyi bir dənə fədakarlığın, görsən, dedi ki, mən qaziyəm, hamı ona qarşı yumşaldı. Və görsən, Allah üçün bir əməl eləyəsən və sən Peyğəmbərimiz s.ə.v orada yeri gəndə biz oruc olmamızı gizlətməliyik də, riya sayılır, deyil mi? Amma burada Allah sənə əmr elə ki, de. Peyğəmbər s.ə.v ki, əgər sən qorunmaq üçün bunu de. Deyirsən ki, mən orucam. Əksinə sən orada onun riya üçün demirsən ki, mən orucam, mışdılığımı ver, falan filan, nəmlər, belə, yox. Yəni ona görə yox, sən sadəcə qarşındakına həm öz nəfsü tərbiyələndirsən, həm onun nəfsini tərbiyələndirsən. Necə ki, sən özü tərbiyələndir, qoruduğun kimi, onda da əks tərəfdə də sənə qarşı bir mülayimlik yaranır, bir utanc yaranır, bir peşmançılıq yaranır. Görsən ki, səndən ola bilər üzr istəyir, ola bilər çıxır gedir, heç nə demir. Görsən, bu dünyada bir dənə fədakarlıq eləyib, bircə kəlmə deyir ki, mən qaziyəm, hamı peşman oldu, hamı üzr istədi, qardaş buyur falan. Görsən, yəni hələ bu dünyada olan bir şeydir. Görsən, Allah üçün bir şey eləyirsənsə, bir ibadət olan bir şeyi və Allah Subhanahu burada səndən bunu dilvə gətirmək istəyirsə, deməli burada bir hikmət var. Burada bir nədir? Xeyir var. Və həmçində Allah Subhanahu Quran-Kərimdə buyurur ki, onlar qəzəblərini udar və insanları bağışlayarlar. Və həmçinin də insan qəzəbin udur və bağışlamağı bacarır. Çünki Allah bağışlayandır, bağışlayanlar da sevir. Allah Subhanahu bağışlayandır, bağışlayanı da sevir. Və ona görə bəzən insan elədir ki, istəyir ki, kim nə pislik elədi, həmən cəzası verilsin. Sənə biri yumruq vurur, əli qurusun, sənə daş atır, göydə gülə dönsün. Amma elə bir şey yoxdur. İnsan istəyir ki, həmən olan pisliyin cəzası yerində verilsin. Elə deyil. Allah Subhanahu səbr edir və səbr edənləri də sevir və istəyir ki, İnsan necə Peyğəmbərimiz s.ə.v rəhmət olaraq göndərilmişdi və sən də insanlara qarşı rəhimli olasan, həmən onlara qarşı bəddua eləmək, onlara qarşı çəmkirmək, çığırmaq və yaxud da nəysə hər hansısa bir nöqsə olan hərəkətləri eləməməlisən. Həmçinin də qardaşlar, Ramazan bizə öyrədir qəlbin təmizliyini. Ramazan, yəni insanın qəlbinin kindən, kudurətdən, paxıllıqdan, nifaqdan, həsəddən təmizlənməyini öyrədir. Hansı ki Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki: "Yawma la yanfa'u malun və la banun illa man atallahu biqalbin salim." Deyir o gün deyir insana nə mal dövləti fayda verəcək, ancaq deyir nədir? Sağlam qəlbinə gələnlərdən başqa. O gün həmin gün insana heç bir şey fayda verməyəcək. Nə malı, nə dövləti heç bir şey fayda verməyəcək. Yalnız nə? Sağlam qəlbdən. Sağlam qəlb nədir? O bəzi insanlar deyir ki, bəzi insanlar yanlış başa düşür, deyir, mənim qəlbim təmizdir. Yəni qəlbin sağlamlığı o insanın zahirən o dediyi təmizliklə bilinmir. Peyğəmbərimiz s.ə.v nə buyurur? Bədəndə bir ət parçası var ki, o təmiz olarsa, sağlam olarsa, bütün bədən sağlam olar. O xəstə olarsa, bütün bədən xəstə olar. Yəni, həmin o ət parçası nədir? Qəlbdir. Yəni, qəlbin sağlamlığı Allah'a itaətdə bilinir. Qəlbin sağlamlığı insanın əməllərində bilinir, dilində, zahir əməl. Çünki dil qəlbin qaşığıdır. Həmçinin gözlər də olsun, əzaların, digər əzalar da olsun, hamısı qəlbin nədir? Aynasıdır, qaşığıdır. Nə varsa onu göstərir. Və bir insan qəlbi necə təmiz ola bilər ki, o insan namaz qılmır. Hətta şeyxlərin birinə deyirlər ki, biri deyir ki, şeyx bir nəfər var, yaxşı oğlandır, mərifətli, qanacaqlı falan, amma namaz qılmır. Şeyx deyir ki, burada dayan. Deyir, o insan necə gözəl insan ola bilər ki, namaz qılmır. Elə o ən pisliyi deyir, Allaha qarşı gəlir deyir, onun ki, namaz qılmamağıdır. Necə deyir o insan namaz qılmır, oruç tutur, amma yaxşı oğlandır.
Gözəl insan. Deyir, o necə gözəl insan ola bilər ki? Əslən deyir, elə o insan namaz qılmırsa, oruç tutmursa, o necə gözəl ola bilər? Elə onun qəlbinin deyir, çirkinliyi, onun deyir, pis insan olmağı ilə bundan görünür ki, o alimlər Rəbbinə qarşı gəlir. Nə olsun sənə qarşı gəlməyib? Sən sənə qarşı gəlməyə pis insan sayırsan, yəni sənə qarşı gəlməyibsə yaxşı insandır. Bəs alimlər Rəbbinə qarşı gəlir axı. Onun hər keçən günü namazsız, oruçsuz, ibadətsiz gedir. O necə gözəl insan ola bilər? Aydındır. Və həmçində Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, hər bazar ertəsi və cümə axşamı insanların əməlləri Allaha təqdim olunur. Allaha qalxır. Və deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, deyir, həmin insanların deyir əməlləri deyir Allaha təqdim olunur və deyir qəlbində deyir qardaşına qarşı kin olanlardan başqa hamısı deyir bağışlanır. Təsəvvür elə, əməllər Allaha qaldırılır. Həftənin hər bazar ertəsi, yəni birinci gün və hər cümə günü əməllər Allaha qaldırılır. Bütün günahlar bağışlanır, yalnız kimdən başqa? Həmin o əməllər qaldırılanların içərisində bir qardaşına qarşı kin güdən, paxıllıq eləyəndən başqa. Allah qorusun. Həqiqətən də kin, həsəd, paxıllıq bu elə bir xəstəlikdir ki, onu zahirən insan baxanda insan heç özü də özündə hiss eləmir ki, onda bu xəstəlik var. İnsan özün doğru saymağa çalışır, üstə çıxmağa çalışır. Və ona görə də qardaşlar, Allah Subhanahu taala əvvəldə dediyimiz kimi Ramazan ayı Allah Subhanahu taala yəni bizim saydığımız bu şeylər ki, başqa şeylər də var qardaşlar, bizə öyrədir Ramazan ayı. Çox şey bizə öyrədir. Sadəcə bizə Allah Subhanahu taala müvəffəq elədiyi qədərindən vaxtımıza görə deyirik ki, az da olsa xatırlayaq ki, Ramazan ayının bərəkətlərindən, fəzilətlərindən və qardaşlar bu fəzilətlərə, bu xeyirlərə nail olmaq üçün bunlara əməl eləmək lazımdır. Bunlara can atmaq lazımdır ki, bu saydığımız bu xeyirlər ki var, bunları Allah Subhanahu taala bizə versin. Və üzərimizdə çalışmalıyıq. Necə şey dedik ki, bir qövm özünü dəyişməyincə Allah o qövmü dəyişməz. Və biz özümüzü dəyişməyə çalışmalıyıq ki, Allah Subhanahu taala bu saydığımız xeyirləri bizə versin. Və kim bu ayda qardaşlar nəfsini islah edərsə, Ramazan onun həyatını dəyişər, onu Allaha daha da yaxınlaşdırar. Və ona görə biz də Allah Subhanahu taala istəyirik ki, Allah Subhanahu taala tutduğumuz orucları, elədiyimiz ibadətləri bizdən qəbul eləsin. Həqiqətən Rəbbimiz eşidəndir, biləndir. Və Allah Subhanahu istəyir ki, Allah Subhanahu qardaşımızın malına, ailəsinə bərəkət versin, məclisin xeyir məclislərini eləsin. Allah Subhanahu günahlarımızı bağışlasın və buradan bağışlanmış halda qalxan qullarını eləsin. Allah Subhanahu Ramazanı xeyirlisi ilə sonlandırmağı bizlərə müvəffəq eləsin. Allah Subhanahu bu ayın xeyrini nəsib eləyib, şərrindən bizi qorusun və saydığımız bu və bu kimi digər xeyirləri də Allah Subhanahu bizlərə nəsib eləsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və səhbihi və səllim.